Herkese salamlar. Alanya Oba məhəlləsindəyəm bugün. 17 may 2025-ci il. Havanın temperaturu 29 dereceye yükselir. Sezon başlayıb və tam sürəti ilə davam edir. Bugün sizə Alanya'da məşhur və böyük bir mağazalardan biri olan Koçtaş'ı göstərəcəm. Koçtaş her zaman Alanya sakinlərinin köməyinə çatır. Çünkü burada eve lazım olacak bütün ləvazimatlar 1001 xırdavatdan tutmuş her şey var. Bakın hal-hazırda mən Koçtaş'ın önündeyim. Orada bağ üçün mangallardan tutmuş stollar, şezlonglar, her şey var. Bu tərəfdə isə bağ-bağçanı gül çiçək eləmək üçün hər cür dibçəklər, güllər satılır. Bu tərəf isə, arxa tərəfi isə Koçtaşın parkingidir. O ana yoldur, Alanyuma gedən yoldur, Alanyum tərəfə, Antalya'ya gedən yoldur və görəcəksiniz yuxarıda narıncı rəngdə Koçtaş yazılıb və yavaş-yavaş içəri daxil olaq. İçəridə video çəkmək izin verilmir, sağ olsunlar, mən icazə aldım, mənə icazə verdilər. Bunun üçün xüsusi təşəkkür edirəm Koçtaşın güvənliyinə və içəri daxil oluruq. Burada baxaq, gözəl güllər, çiçəklər var burada. Lazım olsa, bəlkə kimsə bura yaxın yaşayır, kimə nə lazım olsa videoda görəcək və bura üst tutacaq. Və qiymətləri də yazılıb. Bura girişidir, o tərəfdən də çıxışıdır. İçəridə də hər şey gözəl şəkildə düzülüb, qayda, qanun, nizam, intizamlı. Burada da balkon və bağça mebelləridir. Bu tərəfdə mətbəx mebelləri var. Qiymətləri də üstünə yazılıb. O belə böyük, hündür tavanlı bir yerdir Koçtaş. İçəridə hər şey satılır. Bu tərəfdə yüngül texnikalardır. Klimalar, soyuducu yoktu. Klimalardır, sərinləşdirici, ventilyatorlar vesaire. Isıtma ve soğutma. Böyle yukarıda yazıb. Isıtma ve soğutma. Ümumiyyətcə burada her şey nizamlı şekilde yukarıda yazıb. Orada dekorasyon, boya, sonra her bir şey var. Böyük də yerdir. İndi buraları bir dövrə vurup göstereceğim size hamısını. Biz də çox tez-tez gəlirik Koçtaşa. Evdə məsəl üçün nəsə lazım olur, xırda bir şeydən tutmuş, lap böyük bir şeyə qədər mebellər də burada var. İndi zövqə görədir. Mebel mağazası olmasa da, yəni burada da mebellər var, normal qiymətlər var. Hər şey burada var. Bu tərəfdə yuxarıda elektrik, ev gereçləri, mutfaq, banyo, batarya, inşaat və qiymətlər də burada yaxşı olur. Qiymətlər də uyğun olur deyə, baxın, inşaat materialları, boyalar, hər şey var Koçtaşda. Burada da tosterlər, fırınlar. Mesela ev almışsınız, eve aksesuarlar lazımdır. Yine de bura gelip qab-qacaqdan tutmuş 1001 xırdavat her şey alabilirsiniz. Fırsat alanımızda %40'a varan indirimleri kaçırmayın. Bu alanda, bu ərazidə %40'a indirim var. %40%. Bu ise halılardır. Laminatlar. Bəli, sizə nə lazım olacaqsa Koçtaşda tapacaqsınız. Mobilya hissəsi buradır. Qardiroblar, stollar. Bəli, bura artıq inşaat bölümüdür. Bu aradan keçək, o tərəfə çıxaq.
Mənim metrodan videom var idi. Metro əsasən ərzaq ağırlıqlı bir mağazadır. O buradan da böyükdür. Bura isə əsasən ev ləvazimatları, inşaat materialları daha çoxdur. Baxın burada boş usta alətləri. Są takie potrójne, tylko że one są domontowane w sensie. Seramik və boya. Cürbəcür seramiklər. Çox maraqlıdır. Qiymətləri də yazıb. Hər kvadrat metrə olan qiymətlər qeyd olunub üstündə. Yer seramikləri var, duvar seramikləri, hər şey var. Bu tərəfdə isə kassa vardı bizdə. Və turuncu nokta deyilən bir yer var. Burada da mağazadan çox daha fazlası girib stokda nə varsa və ya nə sifariş verə bilərsiniz, nə gətizdirə bilərsiniz. Hamısını buradan burada çalışan arkadaşlar yardımcı olur, seçirsiniz. Belə, mən də yavaş-yavaş çıxıram. Qabıyan maşınlar, paltarıyan, buzdolabları, soyuducular, hər şey var. Beləliklə Xoşdaşı bir dövrə vurub sizə göstərmiş olduq. Buradan isə çıxırıq yenidən çölə. Belə əziz dostlar, Alanya Obada yerləşən Xoşdaş mağazasında olan videomu yekunlaşdırıram. Gələn videolarda görüşənədək sağ olun, var olun.